Sorento, Santa Fe, Granduer 2.2 dizel sürən dostlarımız ki var idi, sepbaşmağa münasib qiymət istəyirdilər. Onları sevindirmək istəyirəm. 450 manata ümumi qulluq. Bax, sep rem komplekt, 2 dənə sep, 2 dənə atış itel, 4 dənə başmaq. Bunlar öz yerində. Üst krişkanın prokladkası, Modern Germaniya farsunka şaybaları, kollektorun prokladkası, bunlar məhsullar, qabaq salnik, xidmət isə nəydən ibarətdir? Bütün bunların mühərrikin üzərində mühərrikə qulluq. Yəni, sepbaşmağı dəyişmək, əlavə olaraq farsunka şaybasını dəyişmək, samavarı yumaq, kollektoru yumaq, bunların hamısı bir yerdə cəmi 450 manata. Yəni, ideal qiymətdir də, 450 manata. Əlavə olaraq qeyd edeyim ki, əgər korobka yağında bu ümumi qulluqla bir yerdə həll elətdirmək istəsəz, 300 manatda korobka yağı filtrindən bir yerdə korobka yerə qoyulur, içində lazım olan işlər görülür, filtri orijinalla dəyişdirilir, 300 manatda onu hesablaya bilərsiniz. Gözləyirik sizi.